Cruise.az-ın dəyərli dostları, müştəriləri, Costa Toscana İtalyan gəmisindəyik. Costa gəmi şirkətinə aid ən axırıncı gəmilərdən biridir. Deməli, 4056 nömrəli pəncərəli bir otaq. Pəncərəlilər burada həm deməli böyük pəncərə olanları var, həm də illuminator tipli, qarşıda gördüyünüz yumru tipli olan bir otaq tipləri də olur. Fərqlidir. Bu 4056 da illuminator tiplidir. Həmən girişdə sol tərəfdə kim qulluq eləyəcəksə o, digər otaqlarda olduğu kimi safe və şkaflar, dolab, deməli xilas edici jiletlər öz yerində. Adi qayda deməli duş və otaqda deməli 2 dənə çarpayı var və bir divan var. O divan istər böyüklər üçün də açıla bilər, uşaqlar üçün də ölçü etibarilə uyğun gəlir. Digər daxildə olanların hamısı eynidir. Burada yataqların ayrı-ayrı olmağı sizi şaşdırmasın. Əsasən gəmilərdə yataqlar onsuz da ayrı-ayrı olur. İstənilən halda birləşdirilir. Burada sabitdir, çünki arada bu görürsünüz o hissə onu birləşməyə yəqin ki imkan verməyəcək. Digər otaqlarda olduğu kimi fen öz yerində, telefon və buradakı bu pəncərəlini istəyirəm göstərim ki, illuminator tipli olan necə olur. Bu şəkildə isteğe bağlı olaraq bağlanar. Bu şəkil və açılar. Bütün otaq pəncərəlilər bu formada deyil. Bu onlardan bir nümunədir. Və belə bir pəncərəli otaq. En azından otağa gün ışığı düşsün deyənlər üçün. Və belə ümumi bir görüntü. Əsasən bu tip otaqları kimlər istəyir? Daxili otaqlarda bilirsiniz, pəncərə olmur, balkon olmur və qapalı məkanda qalmaq istəməyən və bəzilərinin ki, qapalı məkan üçün bir fobiyaları var, ürəkləri sıxılır və s. Onlar daha çox pəncərəli otaqlardan seçirlər ki, en azından gün ışığı düşsün və də hansı tip insanlara nələrin uyğun gələcəyini bizdən, tövsiyələrimizdən mütləq faydalanın. Çünki biz açıq sizin istər ilk dəfə getdiyinizdə, istər fərqli kruizlərə çıxdığınızda hər kruizin özünün xüsusiyyətləri var və bunları siz bizdən soruşmadan əldə edirsiniz. Yəni burada xüsusi və incə bir məqam var. Bir var, yaxınlaşma belə olsun ki, soruşmadınız və biz də demədik. Bu bizə aid deyil, bu bizim mövqeyi deyil, heç vaxt olmayıb. Mümkün mərtəbə, çünki işimiz kruizlərdir və hər incə detala qədər hakimlik mövzuya və hansı tip insanlara, hansı tip turistlərə, hansı növ kayutalar uyğundur, onun tövsiyələrini mütləq ki biz sizə veririk. Bax belə.